Hər vaxtınız xeyir olsun. Biz bu videoda dayaq üzərinə fon sistemi quraşdırırıq. Qutudan çıxır zəncir, asılqanlar, roliklər və ağırlıq balansı. Bu videoda bir fonluq sistem quraşdırırıq, amma digər modellərdə də proses demək olar ki, eynidir. Başlamaq üçün birinci dayaqlarımızı açırıq və ayaqların kifayət qədər geniş olduğuna əmin oluruq. Dayağın baş hissəsi bu formada quraşdırılmalıdır. Sonra isə asılqanı yerləşdirib sağ tərəfindəki vinti sıxırıq. Proses digər dayaq üçün də təkrarlanır. Fon kağızımızı qutusundan çıxarandan sonra roliklərin birin sağına, birin soluna yerləşdiririk. Roliki yerləşdirəndən sonra bu gördüyünüz vinti sıxırıq. Sıxanda rolik içəridə genişlənir və fonun kardonunu sıxır. Beləcə yerində möhkəm dayanır. Dayaq üzərinə quraşdırmaq asan olsun deyə bu hissəni boş saxlayırıq. Proses digər tərəf üçün də təkrarlanır. Roliki daxil edərkən rolikin bu hissəsinin kartonla eyni səviyyədə olmasına fikir vermək lazımdır. Sonra isə roliklərin üzərində olan bu kanalları asılqanların üzərinə bu formada keçiririk. Burada isə zənciri açırıq. Zəncir çox uzun ola bilər. Biz onu qısaldırıq. Bu formada 45 dərəcəyə gətirib rahatlıqla ayıra bilərik bir-birindən. Bu gördüyünüz çarxın içindən keçiririk və sonunda bağlayırıq. Bağlamazdan əvvəl ağırlıq çəkisini mütləq daxil etmək lazımdır ki, zəncir sağa-sola getməsin. Təkrar eyni qaydada 45 dərəcəli bucaq altında zəncirin halqasını tamamlayırıq. Əgər sizin fon öz-özünə açılırsa, bu gördüyünüz vinti sıxaraq onun balansını tənzimləyə bilərsiniz. Nə qədər boş olsa, bir o qədər yumşaq olacaq. Nə qədər çox sıxsanız, bu gördüyünüz zəncir bir o qədər sərt olacaq və ağır olacaq. Bu da son nəticə. Daşına bilən portativ fon sistemi. Özü də vakuumlu ayaqlar üzərində.